Selamun Aleyküm. Doğuşan həvəskarları, damlarımız yekunlaşdı. Maşallah olsun. Damlarımıza belə bir yenilik elədik. Bu Qazaq logomuz. Hər bir damın içində belə bir şəkil görürsünüz. Qazaq Krolun logosu. Bu bir yenilikdir. Yəni doğuşan, nə doğuşanlar olsun, bu bizə aiddir. O deməkdir, bunun içindəkilər. Baxın, Qazaq Krol həvəskarları. Sabah inşallah doşanlarımızı köçürürük, rizenlərimizi yeni damlara. Hazırdır yani damlarımız. Zamokları demək olar ki, hazır damcı, buyurun. Belə projumlu zamokdur. Ot yerlərimiz, senliklər hazırdır bu şəkildə. Yerdən 20 sant, hündürlüyü 55 sant, uzunluğu. Burası da 25 sant. Otu buradan koyulur ve doğuşan rahat yiyir. Yem qablarımız, bunkerler hazırdır. Baxın. Qəşəng bunkerlər təmiz. Hamısı yüksək səviyyədə. Bunlar gündəlik yem qablarıdır. Baxırsınız. Böyürləri hazır, hamısı ki, doşanın ağzını kəsməsin. Belə künçdüklər. Gündəlik verdiniz. İpsi. Hamısına bunkerlər hazır. Senlikləri. Sabah doşanlarımız köçür. Burada yeniliklə eləmişik. Nerede yenilik? Görürsünüz, damların üstü şüşədir. Baxın. Bütün damların üstü hamısı şüşədir. Çünkü oradan aynalardan ışıq düşsün, hava gəlsin. Və bu damlarımızdaki ışıq, gün ışığı görsün. Baxın. Bütün üstü hamısı şüşədir. Şüşə nəyə görə eləmişik? Oradan bu damlara buraya ışıq düşsün, hava gəlsin. Əsas da ki, ışıq düşsün diye. Baxın, üstü açıqdır. Biz bunu üstə fanelka vursaq, kardon vursaydık, buraya ışıq düşməyəcəkdi. Baxın. Bütün damların hamısının birinci mərtəbə yuxarı, axırıncı, üçüncü mərtəbə şüşədir. Bu qədər. Doğuşan həvəskarları, buradan bütün doğuşan saxlayanları salamlayıram. Üstünü çəkin, baxın. Bax, dəqiq olsun, bax. Düz ayağa kimi üstü şüşədir. Sabah inşallah bu rizenlər köçür yerlərinə. Qaldı su sistemimiz hələ gəlməyib, Temudan vurmuşuq nipellərimiz. Onlar da gələndə, onlar da nə cür olur, onları da çəkib paylaşım eləyəcəm inşallah sizinlə. Bu qədər hörmətli doğuşan həvəskarları, Qazaq Krol həvəskarları. Hələ işlər gedir. Yem qablarımızı düzəldirik.